Salam. Bugün bir nənə olaraq günlük vlogumu sizlə paylaşacağam. Səssiz bir gecənin ardından səhər saat 6-da günə başladım. İlk iş olaraq dərmanımı atdım. Düzdür, biraz yadımdan çıxmışdı, amma olsun. Bugün o qədər işlərim var ki, göyərtləri yuyub ayırtlamalıyam, evə qatıq almalıyam, pendirin suyunu dəyişməliyəm, oğluma zəng edib 10 dəfə nə etdiyini soruşmalıyam və nəvəmə 83 dəfə yemək təklif eləməliyəm. Günün ən sevdiyim yerinə gəldik. İndi nəvəmə yemək təklif eləyirəm. Nəvəm yemək yemək istəmir və gedirəm, gizlənirəm. Gəlirəm, təzədən təklif edirəm, bəlkə də istəyər. Yenə soruşuram, yenə istəmir. İsə xoşqədəm vaxtıdır. Xoşqədəmə biraz baxıb pis oluram. Xoşqədəmə baxmasam mənim günüm keçməz. Sonra bacım Səkinəyə zəng elədim və Zeynəbin qızını müzakirə elədik. Son olaraq ən sevdiyim serial olan Ata Ocağına baxaraq divanda yatıb qaldım. Bugünlük bunları etdim. Əgər belə vloqlarına gəlmək istəyirsə bəyənin. Sağ olun.